Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Spiker Sakon ekranlarında yoldaşlıq görüşü davam edir. Boy futbol klubuna qarşı Ababul futbol klubu qarşılaşır. Yenə üz-üzə gəliblər bu hər iki komanda. Bundan öncəki görüşdə Boy futbol komandasının 7-6 hesabı ilə məğlub olmuşdu Ababul komandasına. İndi isə birlik arenasında yenidən qarşılaşırlar. İstərdim öncə Ababul futbol klubunun heyətindən başlayayım. İndi ötürmə Xəlilin zərbəsi və gol! Erkən dəqiqədə hesab açılır. Görüşün düz 50-ci saniyəsində Ababul futbol komandası 1-0 edir hesabı. Xəlilin zərbəsi ilə. Qapıda Rəşaddır Ababul komandasında. Müdafiədə Tural, Xəlil mərkəzdə, Xəyal hücumda, Bünyamin və İlkin olacaq. Boy komandasında isə qapıda Məhəmməddir. Müdafiədə Təmkin, İsa, mərkəzdə Boy komandasına yeni qoşulmuş oyuncu Həmzə, hücumda isə İlkin Ülvi olacaq. Erkən dəqiqədə buraxdı topu Boy komandası. Gözlənilməz anda hesabı açdı Ababul komandası. İndi sağ cinahdan Xəlil ötürməsini etdi. Xəyal çəkdi sağına, baxdı qapıya, blok gəldi futbolçulardan. İlkin qapı doğru zərbə, dirəkdən qayıtdı top. İsa Təmkinlə oynuyor. Yenə İsa'nın düşündə ama itirdilər topu. İlkin qapçını üzbə-üzdü zərbəsini, dirək təkrar zərbə və gol! 2-0 olur hesab. Görüşün 3-cü dəqiqəsində. İlkinin zərbəsi idi bu. 3 dəqiqə ərzində 2 top bıraxıb Boy komandası. İlkin taban ötürmək keçmədi. Bünyamin Xəyalla oynuyor. Tural alta çıxdı top. İsa'nın ötürməsi Ülvi saxlasa da top Ababul komandasının qapıcısı Rəşaddadır. Xəlil itirdilər topu. Yeniden kazandılar. İlkin geriye Tural oynuyor. Tural qüvvətli zərbələr var uzaqdan, amma ötürmə etdi bu dəfə. Üçüncüdən zərbə olacaq. Xəlildir topun gerisində. Xəyal birbaşa zərbə. Top qapının üstündən keçir. Qapıdan zərbə ilə Məhəmməd başlayır. Boy komandasının azarkeşlərini görürsünüz, əziz tamaşaçılar. Elbrus, Pünhan və Zəfərdir. Komandalarına dəstək olmağa gəliblər. Pünhan bir dəfə oyunda yox, məhz azarkeş qismində komandasına dəstək olmağa gəlib. Avta çıxdı top. Xəlil Bünyamin hələ saxladı topu. İlkin oynuyor. İlkin ötürmə etdi. Sağdan keçmir. Xəyal yaxın oynadı İlkin. Yenə Xəyal. Bünyamin Tural. Yenə Xəyal. Ötürmə gəldi. Xəyal uzaqdan zərbəsi. Dəqiq alınmır. Məhəmməd dərhal əli ilə ötürmə etdi, amma top Xəlildədir. İndi itirdi Xəlil. Top meydandan çıxmıyor. İlkin sağ cinahdan irəliyir. Ötürmə etdi, amma Xəyal uzaqlaşdırır topu. İsa baxdı qapıya, zərbə indirdi. Zəif qaldı bu zərbə.
Uzaqlaşdırdı Tural. Həmzə. Ülvü. Sol cinahda təmkin. Ülvü. Həmzə. İsa. Ötürmə gəldi Ülvü. Tək toxunuşu ikini düşündü. Kəsmədi müdafiəçilərdən. Xəyal. Geriyə Xəlil ilə oynayır. Bir qədər pauza verdi. İrəlilədi. Bünyaminlə oynadı. Bünyamin. İsa'nın pressingi var. Geriyə Tural. Göl ötürmə. Saxladı burada topu Xəlil. Qapıya zərbə indirdi amma Məhəmməd ayaq oynadı. Ülvü. İlkin. Keçmədi Bünyaminlə. Həmzə. Ülvü. İlkin. Həmzə ilə oynaya bilər. Həmzə qapçının üzbə özü zərbə indirdi Rəşad. Qapıda əl oynadı. 100% qolu çıxartdı. Güncdən zərbə olacaq. Ülvünün ötürməsi ilkin saxladı. Baxdı qapıya. Bünyaminlə blok gəlir. Təkrar zərbə olacaq amma ötürmə etdi bir dəfə. Həmzə. Keçmir Xəlildən. İlkin saxlayır topu. İki ilkinin mübarizəsi. Əbabil futbol klubundakı ilkin qalib gəldi. Bu ikili mübarizədən. Ötürmə də etdi ilkin. Xəlil. Xəyal oynuyor. Xəyal. Yenidən ilkin. Həmzə aldı topu. Təmkin. Ülvü. Yenidən təmkin. Daxil etdilər topa. Rəşadda da top. Tural. Bünyaminlə oynuyor. Bünyamin. Bünyamin baxdı qapıya uzaqdan zərbə indirdi. Məhəmməd 2 dəfə də olsa tutabilir topu. Mərkəzdə Həmzə uzaqdan yoxladı, dəqiq alınmadı. Yaxın küncdən meydanı tərk etdi top. Bünyamin. Getirdi burada topu. Həmzə qazanır. Təmkin. Asırılır bu da. Bünyamin və Xəlildən. İndi qapıya zərbə indirdi amma zəif qaldı bu zərbə. İlkin. Ülvünün pressingi var. Geriyə Rəşadla oynadı qapçıyla. Təmkin. Təmkin. Baxdı zərbə indirdi. Blok gəldi burada Xəlildən. Həmzədədir top. Təmkinlə oynuyor. Qapçıya buraxdılar. Məhəmməd bir qədər önə çıxıb Həmzə ilə oynadı. Dabın ötürməsi keçmədi. Bünyaminin zərbəsi top qapının üstündən keçir. Qol olsaydı hesab artıq 3 topa çatacaqdı. Yaxşı qurtardı voleybol komandası. İtirdilər yenə topu. Xəyal. İsa'nın pressingi var. Avta çıxır top bu epizodda. Xəyal başlayır. Xəlil. Dəqiq alınmır bu zərbə. Təmkin. Ülvü. İsa. Təmkinlə oynuyor. Təmkin. İlkin. Bünyamin pressingi var. Ülvü ilə oynadı. Təmkin aldı orada. Yenidən ilkin. Adi vəziyyətdə topu alta çıxır. Rəşad. İlkinlə oynadı. İlkin. Ülvünün gerdən pressingi var. Ötürməsini etdi. Xəlil baxdı qapıya. Keçdi qapısına. Ötürmə də etdi amma İsa. Kültürüm daxil etdi orada topa. Top çıxmır. Meydandadır. Üçüncü gəliblər. Həmzə. Top meydandadır. Bünyamin çıxartdı topu meydandan. Ülvü ötürmə uzaqlaşdırdı Tural. Düzdən zərbə alacaq. Həmzədir topun gerisində. İsa birbaşa zərbə indirdi amma zəif qalır bu zərbə.
Xəyal dərhal sol cinahda Aslanın ilkinə doğru ötürməsini etdi. İlkinin zərbəsi dəqiq alınmadı. Daha doğrusu ötürmə etmişdi burada, amma top meydanı tərk etdi. Xəlil çatsaydı artıq məncə top qapıdaydı. Təmkin göl ötürmə için istiqamətinə dəqiq alınmadı. Tural qarşıladı topu. İndi top Xəyaldadır. Sol cinahda Bünyamin. İki rəqibin arasından sıyrıla bilmədi. İlkin bir qədər yaxşı saxlaya bilmədi burada topu. İndi Bünyaminin zərbəsi. Məhəmməd əla oynadı. İlkin Xəyal. Geriyə Tural. Xəyal. Yenə Tural. Top çıxmadı, meydandadır. Topu ram etməkdə bir qədər səhvi yol verdi, amma itirmədi topu. Xəyal. Xəlil oynayır. Xəlil ötürmə etdi. Məhəmməd ayağı ilə dəf etdi. Ülvü. Xəlil aldı topu. İlkin. Məhəmməd dərhal Ülvünü görür sağ cinahda. İndi Xəyalda top uzaqdan zərbə indirdi. Təmkinə dəyər top. Xəyal baxdı, qapıya zərbə indirə bilər. Ötürmə etdi. Xəlilin zərbəsi. İsa'dan kritik müdaxilə gəldi. İlkin. Xəyalın pressingi var. Altdan Ülvü başlayır. Həmzə ilə oynadı. Geriyə Təmkin. Ülvü dərhal sol cinahda Həmzə ilə oynadı. Yenidən Ülvü. İlkinlə oynayır, amma digər İlkin ayaq qoyur topa. İsa. Ülvü baxdı, uzaqdan yoxladı. Küncdən zərbə olacaq. Bünyaminə dəymişdi top. Bir daha gün zərbəsi izləyəcəyik tamaşaçılar. Yenə topun gerisindən Həmzədir. Yerlə ötürməyə uzaqlaşdırdılar. Təmkinlə oynaya bilər İsa. Amma Ülvünü düşündü. Xəyaldadır indi top. Sağ cinahdan Xəlil dərhal asır, ilərləyir. Ötürmə gözləyir. Xəlil oynadı. Bünyaminə düşündü, amma top bir qədər Bünyaminin gözləmədiyi şəkildə gəlirdi. Ülvü uzaqdan yoxladı yenə. Tural qarşıladı. İndi təmkindən təkrar zərbə, yenə blok gəldi. Ülvü. Təmkin. Ötürmə etdi. Kritik müdaxilə etdi orada topa artıq. İlkin daxil edəcəkdi qapıya topu. Başda zərbi zəif qaldı İlkindən. Rəşaddadır top. İlkin. Yenə İlkin yan yanadır. Keçmədi bu ötürmə Ülvüdən. Ülvü uzaqdan yoxladı. Rəşad dəf etdi bu zərbəni. Ülvü. Ən geriyə Həmzə. Baxdı, uzaqdan yoxladı, dəqiq alınmadı zərbəsi. Tural. Mərkəzdə Xəyaldır. Xəlil. Geriyə Tural. Yoxlaya bilər yenə qapını. Şans yaranmadı. Həmzə. İsa. Göl ötürməli istiqamətini keçmədi İlkindən. İsa. İlkin. Turalın pressingi var. İsa ayla saxladı topu. Sağ cinahda Ülvü bomboşdur. Qapını yoxlaya bilər. Zərbə indirir, dəqiq alınmır.
Boş qoymuşdular orada Ülfünü. Dərhal da qapını yoxladı, amma dəqiq alınmadı zərbəsi. Görüşün artıq 15-ci dəqiqəsi geridə qalıb. Hələ ki hesabı 2-0'dır. Əbabil komandasının xeyrinə. Bünyamin. İlkin. Aldı topu ondan İlkin. Sazdan verdi. Saxladı topu. Tural var qarşısında, amma qapıdan zərbə olacaq. Məhz İlkinin özündən çıxmışdı. Xəyallı oynadı İlkin. Baxdı qapıya, yerli zərbə. Dəf etdi Məhəmməd. Tural. Xəyal dərhal Xəlil oynayır. Təmkin. Ülvü. İsa. Həmzə ilə oynadı. İlkin. Kəsmədi iki nəfər arasından. Xəyal dərhal uzaqlaşdırdı topu. Ülvü. İsa ile oynuyor. İsa. Aldılar topu. Təmkin yerindən qazandı. Keçmədi ötürmə. Xəyal əla sıyrıldı burada Təmkindən. Bünyamin ile oynuyor. Bünyamin. Yerindən Xəyal. Saxladı topu. Zərbə indilə bilər. Göl ötürmə. Avuta çıxdı top. Uzaqlaşdırdı burada İsa. Sonunda top ama ilkindən çıxmışdı. Səhv etmirəmsə, amma topu rəqibə verdilər fair play çərçivələrinə uyğun olaraq. Orada deyəsən top İsa'dan çıxmışdı. İlkin. Zərbə indirdi, içindən qayıtdı top. Dirəyə dəyən top. Qoldan xilas etdi Boy komandasını. Həmzə İlkinlə oynadı. Təmkin mərkəzdən irəlilədi. İlkin aldı ondan topu. Əksizmə çıxıblar, 3-2 gedirlər. Təhlükəli gəldilər. Xəyal geriyə Xəlil oynuyor. Xəlil uzaqdan yerlə zərbəsi. Məhəmməd yenə dəf etdi bu zərbəni. 4-ün 2-yə gəlmişlər. Xəlil də qoşulmuşdu orada hücuma. Təmkin. Keçmədi ötürmə. Xəlil qazandı topu. Bünyaminlə oynadı. Bünyamin. Xəyal. Saxlayır topu. Xəlil oynadı. Xəlil amma Həmzə uzaqlaşdırdı topu. Xəlilə dəymiş top. Qapıdan zərbə ilə dərhal Məhəmməd başlayır. Top Rəşaddadır. Tural. Xəyal. İlkinlə oynadı. İlkin, Xəyal. Dərhal Tural oynuyor. Top Xəyala gələn kimi dərhal ötürməkdir. Saxlamadan ötürməkdir. İndi İlkinin zərbəsi dəqiq alınmadı yenə. Sol ikinciden şöyle gelir top. İlkin. 2-2'nin mübarizəsi başlayıb yenə. Bünyaminlə oynadı o gol. Əla kilit pasıydı bu. Xəlil, Xəyal, əla davam ötürməsi. Xəlil uzaqdan yoxladı, yenə içindən qaydır top. Orada Boy komandasının oyuncularından birine de toxunmuşdu top. Üçüncü zərbəsi yerinə yetirir indi Bünyamin. Tural. Saxladı topu. Çəkdi sağına. Uzaqdan yerlə yoxladı bu səfər. Top sol üçüncüdən meydanı tərk edir. İsa. Avuta çıxdı top. Xəlil. Mərkəzdə Bünyamindir bu səfər. Xəyal sağa çəkilib. Tural. Xəyal. Ən geriyə Xəlil.
Keçmədi top Ülvüdən. Ülvün 2-2-yə gəldilər. İlkin dərhal sprint sürəti yığdı. Ülvünün zərbəsi idi bu. Top meydanı tərk etdi. Təhlükəli gəlmişdilər. Rəşad keçmədi təmkindən. İlkin baxdı qapıya, zərbə indirir və gol! Görüşün 21-ci dəqiqəsində voleybol komandası fərqlənir. İlkinin zərbəsi ilə minimala indirdilər hesabı. Rəşadın ötürməsini qarşılayan təmkin başla. İlkinlə oynuyor. İlkin isə sol 9'luğu nişan alır. Xəlil Tural'la oynuyor. Keçmədi ilkindən, amma top alta çıxdı. Tural çəkdi sağını, yenə uzaqdan yoxlayır. Afta qoydu bu Xəyalın zərbəsi idi. Xəyala toxundu bu top. Tural'ın zərbəsindən sonra Xəyala deyən top Məhəmmədi çaşdırır və top qapıya daxil olur. 3-1 olur hesab. Görüşün 22-ci dəqiqəsində dərhal cavab gəldi Əbabil komandasından. Ülvü artıq Məhəmməd Tural'ın zərbə indirdiyi mövqeyə tullanmaq istəyirdi ki, top Xəyala dəli. Sınağı dəyişdi. Daha doğrusu trayektoriyasını dəyişir top. İsa təmkinlə oynuyor. Yenə İsa. Həmzə. İsa. Topu bir qədər önünə buraxdı. Topu aldılar ondan. Ötürmə də etdi, amma qazandı Əbabil komandası. İlkinin zərbəsi idi indi bu, Məhəmmədə dəydi top. Güzdən zərbəni yerinə yetirirlər. Xəlil. İlkin. Xəyalla oynadı. Tural uzaqdan yoxladı. Top qapının yanından keçir. Həmzə. Orada isə heç kəs yoxdur. Tural. Göl ötürmə, Məhəmməddədir top. Amma əlindən buraxdı topu, yenə ilkin zərbə üstünə deyil, təkrar zərbə yenə etin. 3-cü zərbə top qapının üstündən keçir. İndi Həmzə zədələnib orada voleybol komandasından. İlkinin ilk 2 zərbəsi tinə dəyir. 3-cü zərbəsi isə qapının üstündən keçir. Təhlükəli anlar idi. Həmin epizodda da Həmzə zədələndi. İndi isə qalxır ayağa. Görüşü davam elətdirə biləcəkmi Həmzə? Ülvü görüşünü davam edirəsdə başlasılar. Həmzə davam elətdirə bilir görüşü. Komandasını yarı yolda qoymadı. İsa uzaqdan yoxdur, top qapının üstündən keçir. Görüşü davam elətdirə bilir Həmzə, amma hələ ki ağrıları var. Uzaqdan Xəlil yoxladı Məhəmməd. Sıçrayaraq topu çıxartdı. İlkin. Məhəmməddədir top. Həmzə ilə oynadı. İlkin. Dünyamimoğlu qarşısında. Keçdi onu. Həmzə. Ülvü. Yoxladı, amma zəif alındı bu zərbə. Xəlil. Keçmədi ilkindən. Rəşad.
Yine İlkin tək pressing edir öndə, amma alta çıxdı top. Rəşad. Alta çıxdı top. Təmkin. İlkin saxlayır topu. Ülvi ilə oynadı, amma Tural götürdü topu orada. Xəyalla oynadı, amma bir qədər önünə düşdü top. Həmzə aldı topu. Ülvi saxlayır topu. Çəkdi soluna, ötürmə etdi. Təmkin. Birbaşa zərbə. Rəşad dəf etdi bu zərbəni. Güncdən zərbəni Ülvi yerinə yetirir. Dərhal ötürmə etdi. Əllə dəydi burada top. Əl deyildi amma bu. Əl mübahisəsi var. Adam əlinə toxunmamışdı top əlli. Xəyal. Tural. Yeniden Xəyal oynadı. Keçmədi bu ötürmə, amma Xəlil qoymadı top meydandan çıxsın. Uzaqdan ötürmə etdi. Həmzə uzaqlaşdırdı topu. İlkin. Xəlil. Göl ötürmə. Xəyal. Boşca zərbə. Yan keçir qapıdan. Ülvi. Əl saxladı topu. Təmkinlə oynadı. Təmkin. İsa. Ülvi. İlkin. İlkin araya girir. İsa'nın ötürməsi Həmzə qarşı. Təmkin birbaşa zərbə. Bünyamin də ayaq qoymuşdu topa. Xəyal başlayır altdan. Sol cinaqda İlkinə doğru ötürmə, amma Həmzədən keçmir. Tural. Baxdı yenə qapıyı uzaqdan yoxlaya bilər. Baxdı vurdu da, amma Təmkinə dəydi top. Xəyal. İlkinin zərbəsi. Blok gəldi futbolçulardan. Təmkində indi top. İlkinlə oynadı. İlkin saxlayır topu. Xəyal var qarşısında. Təmkinlə oynayır. İsa. Ülvi. Əla saxladı topu. İlkin. Yeniden Ülvi. Çətin top idi, amma alta çıxdı top. Gol boydadır. İsa birbaşa zərbə. Dəqiq alınmadı bu zərbə. Təhlükəli getmişdi top, amma çərçivəyə düşmür İsa. Bünyamin. Geriyə Xəlil. Yerlə ötürmə. Xəyal dərhal İlkinlə oynadı. İlkin saxlayır topu. Xəyal boş qapı və gol. Görüşün 29-cu dəqiqəsində hesabı 4-1 edir. Əbabil komandası Xəyalın zərbəsi ilə. İsa. Həmzə ilə oynadı. İlkin dərhal təmkinlə oynayır. Təmkin. İlviyə doğru ötürmə etdi, amma bəlkə alındı bu ötürmə. Bünyamin. Sağ sınaqda İlkin bomboşdu, amma dərhal yanına gəldilər onun. Xəyal. İtirmədi topu. Ən geriyə Tural oynayır. Tural. Çəkdi yenə sağına. Ötürməsini etdi bu səfər. Xəyal dərhal geriyə İlkinlə oynadı. İlkin. Xəlil. Xəlil özü irəlilədi bir qədər. İtirmədi topu. Xəyal oynayır. Xəyaldan dabı ötürməsi gəldi. Xəlil. Məhəmməd qapısının önünə çıxıb zərbə indirdi, amma Məhəmməd dəf etdi. Uzaqlaşdırdılar topu. Ülvi. Bir qədər önünə buraxdı topu. İlkin aldı ondan. İlkin, iki nəfərin arasından sıyrıldı, ötürməsini etdi Xəlil. Sol cinaqda Bünyamin bomboşdu. İlkindir topla indi. Xəyal'da oynaya bilər. Xəlil'lə oynadı. Yeniden İlkin. Baxdı qapıya. Xəlil. Zərbə indirmək lazımdır.
Top qapıya daxil olmadı. Məhəmməd topu çıxartdı. Son anda küncdən zərbə olacaq. Çox yubatdılar hücumu. Zərbə indirmək lazım idi. İndi İlkin yaxınlaşdı. Qapıçını özbözdü. Zərbə indirmək lazımdır. Uzaqlaşdırdılar topu burada. Yenə yubatdılar hücumu. Tural uzaqdan zərbəsi. Bünyamin də indi. Bünyamin. Xəyal. İlkin. Xəlil. Oy oy oy. Zərbə indirə bilmədi. Qapıdan zərbə ilə Məhəmməd başlayır. Görüşün artıq 2-1 hissəsi yekunlaşıb. Təmkin. Həmzədir sağ cinahda. Təmkin. Baxdı qapıya yerli zərbə indirdi, amma təhlükəli zərbə idi bu. Qapçılar üçün adətən təkrar zərbə top qapının yanından keçir. Qapçılar üçün adətən təhlükəli zərbə olur. Yerə deyib, qalxan top. Amma Rəşad dəf edə bildi. Xəyal. Geriyə İlkin. Mərkəzdə Xəyaldır. Dərhal Tural oynadı. Tural yenidən Xəyal. Bünyamin. Uzaqdan yoxlayır, amma dəqiq alınmır. İsa da topla. Aldılar topu burada. Həmzə yenidən qazandı. İlkin baxdı qapıya, uzaqdan zərbə indirir və gol! 2-4 olur hesab. Görüşün 32-ci dəqiqəsində dirəyə dəyən top qapıya daxil olur. Sağ zədəli olan ayağıyla qapıya zərbə indirir İlkin. Bobo komandasında 2 top var, ikisini də İlkin vurub. Amma hələ ki 4-2 hesabı ilə məğlub durumdadılar. Aksiya davam etdirir İlkin görüşü. Tural. Sol cinahda İlkindir. Xəyal. Məhəmməd qapısını tərk etdi bir qədər. Yenidən qayıtdı qapısına. Xəyal. Küncdən zərbə olacaq. Səhv etmirəmsə, bəli. İlkin. Xəyal. Məhəmməd. Kritik müdaxilə edir. Həmzə. Nəfsuma çıxa bilərlərmi? Hücumda təkcə Həmzə var. Xəlil. Əli oxudu bu ötürməni. İsa topu İlkinə bıraxdı oradan, amma digər İlkin gəlir. İlkin. Həmzə davanlı İlkini düşündü. İlkin. İtirdi topu. İlkin. Baxdı qapıya, yerlə zərbə və gol! 5-2 olur hesab. Görüşün 34-cü dəqiqəsində. Qolun müəllifi İlkindir. 3 top fərqi ilə öndə də Babil futbol komandası. Bobo komandasında dəyişiklik olacaq əziz tamaşaçılar. İlkin 10 nömrə meydandan çıxır. Yerinə Zəfər daxil olur. Zədəli idi onsuz da İlkin, amma görüşü davam etdirə bilmədi. Gözlənilməz dəyişiklik oldu Bobo komandasında. Məcburi əvəz etmə. Zəfər ilk toxunuşudur topa. İlkinin forması ilə davam etdirəcək görüşü. Dediyim kimi əvəz etmə məcburi olduğu üçün İlkinin forması ilə davam etdirir. Həmzə. Ülvü. Sərt girmişdi burada Ülvü. Rəqibinə qarşı müdaxilə etmişdi. Cəlmə zərbəsini yerinə yetirəcək Babil komandası.
İlkin. Xəlil oynadı. Tural. Mərkəzdə İlkin. İlkin qarşısında İsa var. Ötürməsi kəsmədi İsa'dan. Altdan özü başlayır İlkinin. Xəyal oynadı. Xəyalın yerlə zərbəsi Məhəmməd. 2 dəfəyə də olsa tur topu. Ülvü. Əla saxladı. Zəfər də oynayır. Zəfər yenidən Ülvü. Saxladı topu. Yerlə zərbə. Rəşad dəf etdi. Həmzənin zərbəsi və gol. 3-5 olur hesab. Həmzə yetirdi özünü orada topa. Qapıya zərbə indirir və 2 top fərqini indirir hesabı. Xəyal. Geriyə Zəfər. Üzr istəyirəm. Xəlildir bu, Zəfərin pressingi var idi orada. İlkin. Zəfərin pressingi var. Turallı oynadı. Xəyal. İsa'nın pressingi var. İtirmədi topu. Zəfər. Uzaqlaşdırdı burada topu. Tural. Xəyal oynadı yenidən. Yenidən Tural. Baxdı qapıya. Yoxlamadı bu səfər. Geriyə Xəlil oynadı. İlkin. Uzaqdan yerli zərbə Məhəmməd. Dəf etdi bu zərbəni, alta çıxdı top. Bünyamin dərhal başlayır. Xəyal. Xəlil. Xəyal. Yenə Xəlil. Göl ötürmək 2 istiqamətə, daha doğrusu Bünyamin istiqamətində idi top. Amma meydanı tərk etdi bu epizodda. İsa. İtirdi top orada. İlkin qazandı amma ötürməsi dəqiq alınmadı. İsa. Zəfər. Aldı topu Xəlil. Xəyal. Bünyamin. Əla düşünmüşdü orada amma top rəqibə dəyir, meydandan çıxır. İlkin də topun gerisində. Xəyal. Yerlə zərbə. Uzaqlaşdırdı Məhəmməd. Həmzə. Davanla zərbə Zəfərdən. Rəşad. Əla oynadı qapıda. Gözləmirdi davan zərbəsini. Həmzə də əla görmüşdü Zəfəri. Ülvü bıraxdı İsa. Uzaqdan zərbə. Rəşad dəf etdi. Xəlil dərhal uzaqlaşdırdı. Artıq Zəfər hazırlaşmışdı zərbə indirməyə. Burada isə komanda yoldaşlarından heç kəs yoxdur. Bünyamin də irəlidə, amma top o istiqamətdə getmirdi. Zəfər yerlə zərbə Rəşad dəf edir. Oyun qızışıb, templi irəliləyir oyun hələ ki. Ülvü yerlə ötürmə, Rəşad uzaqlaşdırır. Xəlil əla salcınaqdan aldı, topu irəlilədi. Yerlə zərbə Məhəmməd ayağı ilə dəf edir. Outdan dərhal başladı Bünyamin. Xəyal uzaqdan yerlə zərbə. Üçüncüdən zərbə olacaq. Xəlil. Xəyal. Bu zərbə isə dəqiq alınmır. Top qapının xeyli üstündən keçir. Həmzə. Zəfər meydana daxil olandan oyun templi irəliləyir. Uzaqdan İsa yoxladı. Rəşad qarşıladı. Zəfər. Həmzə zərbə indirir və gol. 4-5 olur hesab görüşünün düz 40-cı dəqiqəsində. Mərkəzdən başlayacaq Əbabil komandası. Hesabı minimala indirdilər. Top meydana demək olar, daha doğrusu yerə dəymədən qapıya indirdilər zərbəni. İlkin.
Xəyal. Keçmədi ötürmə, amma Xəyal yenidən qazandı. Tural. İlkin. Yenidən Tural oynadı. Tural çəkdi sağına. Xəyal oynayır. Təmkin araya girdi, amma Xəyal yenidən qazandı. Qapısında keçir İsa. Boş qapıdan çıxardır topu. Dərhal qapıya keçdi İsa. Orada Məhəmmədin irəli çıxdığını görüb sığortaladı orada. Avuta çıxdı top. İlkin. İlkin bir qədər özü irəlilədi. Ötürmə də etdi. Həmzə uzaqlaşdırdı. Zəfər. Xəyal aldı. Geriyə Rəşad. Xəyal oynadı. Xəyal. Avuta çıxdı top. Xəlilin qaçmasını gözləyirdi, amma Xəlil o istiqaməti doğru hərəkət etmədi. Həmzənin boşlu zərbəsi. Rəşad dəf etdi bu zərbəni. Güncdən zərbə olacaq. Təmkin. Baxdı qapıya. Yenidən Həmzə ilə oynadı. Həmzə saxladı topu. Zərbə indirdi. Daha doğrusu ötürməkdi Zəfərin. Boyu çatmadı bu topa. Maksimum hündürlüyə tullansa da Zəfər çata bilmədi bu topa. Ülvü. Dünyamindən geriyə Tural. Tural. Zəfərin pressingi var. Geriyə qapısı ilə oynadı. Təmkin, ötürmə dəqiq alınmadı Rəşaddan. Uğurladılar topu. Zəfər dərhal Həmzənin düşündən aldılar topu. Yenidən qazandılar. Ülvü baxdı qapıya. Həmzə ilə oynadı. Həmzə Zəfəri düşündü, amma uzaqlaşdırdı Rəşad. Təmkin. Həmzə. İsa'nı düşündü, amma avuta çıxır top. Dərhal başlamaq istəyir Əbabil komandası. Xəlil. İlkin. Xəyal. Avuta çıxdı top. Təmkin müdaxilə etdi orada topa. Bünyamin. Aldılar topu. Həmzə dərhal Ülvü ilə oynadı. Ülvü saxlayır topu. Zəfərlə oynadı, amma bəlkə alındı ötürmə. Gerisinə düşmüşdü bir qədər top Zəfərin. Tural. Bünyamin. Göl ötürmə dəqiq alınmadı. Həmzə. Zəfər. Uzaqlaşdırdı burada Xəlil. Göl ötürmə. Rəşaddadır top. 2 dəfə də olsa tuta bilir. İndi Zəfər aldı topu. Top çıxmayıb meydandan. Rəşad. Əl oynadı orada. Güncdən zərbə olacaq indi. Təmkin. Həmzə. Hesabı bərabərləşdirmək üçün gəlmək istəyir boy komandası. Amma 5-5 edə bilmirlər hələ ki hesabı. 4-1-dən gəliblər. Qayda pozuntusu var indi Ülviyə qarşı edilmişdi bu epizodda Xəlil tərəfindən. Özü yerinə yetirəcək cəlmə zərbəsini. Baxdı qapıya, yerlə zərbə canlı sətdə toxundu top. Təmkin. Avuta çıxır top. Həmzə, Təmkin. İsa çəkdi sağına, yerlə zərbə uzaqlaşdırdılar topu. Məhəmməd. Həmzə. Göl ötürmə Zəfər istiqamətinə bərk alınmışdı. Tural. Xəlil oynadı. Xəlil uzaqdan yerlə zərbə və gol! 6-4 olur hesab görüşün 45-ci dəqiqəsində. Xəlilin qolu idi bu. Yeni 2 top fərqi ilə önə çıxdılar. Əbabil komandası.
Artıq görüşümüzün bitməyinə də az qalıb. Dəqiqələr qalıb. Hesabı bərabərləşdirmək istəyirlər. Bir topları qalmışdı, amma Əbabil komandası 2 top fərqinə çıxartdı bu hesabı. Xəyal indi qapçının üzbəüz qalıb. Artıq müdafiəyə qayıtdı bütün oyuncular. Xəyal İlkin çəkdi soluna. Bünyaminlə oynadı. Bünyamin yenə İlkin düşündü. Təmkindən keçmir bu top. İkinciden zərbə olacaq. Xəyal İsa'nın pressingi var. Keçdi burada İsa'nı. Xəyal Xəlil ötürmə keçmir Zəfərdən, amma yenidən top Xəlildədir. Uzaqdan yoxladı, amma top qapının üstündən keçir. İsa Həmzə önə düşsə də ötürməsini edə bildi. Ülvü Zəfər top qapının yanından keçir. Nəyi qaçırtdı burada Zəfər? Hər şey etmişdilər artıq. Sadəcə topu qapıya daxil etmək lazım idi. Həmzə Zəfər ram edə bilmədi topu, auta çıxdı top. Rəşad Göl ötürmə, yenə təmkindən keçmir. Ülvü ötürmə, Zəfərin zərbəsi top qapının üstündən keçir. Yenə dəqiq alınmadı bu zərbə. Bünyamin oxudu bu ötürməni Zəfər, amma Xəlil itirmədi. Sürüşərək ötürmək etsə də dəqiq alınmadı. İndi Ülvünün yerlə zərbəsi və qol. 5-6 olur hesab. Görüşün düz 48-ci dəqiqəsində əl mübahisəsi var idi, amma əl deyildi bu. Əla saxlamışdı topu Ülvü. Minimala indirdilər yenə hesabı. Bünyamin Xəyal Həmzə uğurladı topu. Təmkin Zəfər yenidən təmkin. Həmzənin önünə Həmzə yerli zərbə. Rəşad qarşıladı. İsa təmkin. Ülvü auta çıxırdı topu. Əla saxladı orada Ülvü. Həmzə top Zəfərdən meydanı tərk edir. Xəyal İlkin Tom Məhəmməddədir. Təmkinlə oynadı. Ülvü yerlə ötürmə keçmədi Xəlildən. Təmkin qazanır. Əla sıyrıldı Xəlildən. Qapı yerli zərbə. Rəşad düz üstünə vurmuşdu təmkin. Burada İlkin sıyrıla bilsə də rəqiblərin arasından, amma ötürməsi Xəyalın gerisinə düşür. İsa da indi topla. Avuta çıxır top. Xəlil Tural Bünyaminlə oynadı. Qarşısında Həmzə var. Xəyal keçmədi təmkindən. Xəlil İlkin yerlə ötürmə Həmzə qarşılayır. Zəfər dərhal ötürmə etdi, amma Turaldadır top. İlkin öz irəlilədi. Yerli zərbə Çindən qayıdır top yenə. Top qapıya daxil olmur. Burada isə nə baş verir bu epizodda?
Penalti. Vurmaq istəyir Əbabir komandası. Səhv etmirəmsə. Nə mübahisə var orada? Qoydu mu bu? 7-5 olur hesab, bəli. İnsanın əlində toxunmuşdu o epizodda, top səhv etmirəmsə, amma mübahisəli məqam idi. 7-5 oldu hesab. Xəyal gözləmədən zərbə indirdi hamı. Sanki başlamamışdılar oyuna. 7-5 olur hesab. Yenə 2 top fərqi ilə önə çıxdılar. İsa. Ülbür. Həmzə. Ötürmə. Zəfər. Yenə toxuna bilmədi topa. Qapıdan zərbə olacaq. Məhəmməd vaxtında tərk etdi qapısını. Xəyal, İlkin. Xəlil, Xəyal. Bünyamin oynadı. Bünyamin yerlə zərbə Məhəmməd. Vaxtında qayıtdı qapısına digər cinahdan. 100% qolu xilas etdi Məhəmməd. Bünyamin Xəlil oynadı. Xəlilin zərbəsi və qol. 8-5 olur hesab. Görüşün 52-ci dəqiqəsində Xəlilin zərbəsi idi bu. Mərkəzdən başlayıb boy komandası. Olmadı top meydandan çıxsın Həmzə. Təmkin. 3 top fərqinə qalxdı yenə hesab. Həmzə, təmkin. Rəşaddadır top. Xəlil çoxlamadan Bünyaminlə oynayır. Əla pas idi. İlkin. Xəlil. Saxlayır topu. Məhəmməd tərk edir qapısını və qol. İlkinin tavanla qayçı var zərbəsi idi bu. 9-5 olur hesab. Məhəmməd tərk etmişdi artıq qapısını orada. İlkin isə fürsətdən yaralanıb dərhal qapıya göndərir topu. İsa. Qapıdan zərbə olacaq. 9-5 olur hesab. Əbabir komandası öndədir. Dörd top fərq edəndi. Həmzədədir top. Xəyal. Qapıdan zərbə olacaq. Rəşaddadır top. Əl mübahisəsi var idi. Xəyal topu saxlayarkən amma əlinə toxunmamışdı. İlkindədir top. Bünyamin. Yeniden İlkin. Birbaşa zərbə indirdi. Top Bünyamin'dən çıxır meydandan səhv etmirəmsə. Bünyamin'ə toxunmuşdu. Ülvü. Mərkəzdə Həmzədir. Yeniden Ülvü. Ötürmə İsa. Aldılar topu. Tural. Xəlil oynadı. Göl ötürmə. Dəqiq alınmır. Xəlil. Daha doğrusu zəfər idi bu. Xəlil qarşıladı topu. Xəyal. 3-1'ə gəliblər. İlkindədir top. Bünyamin. Oy. Top gerisinə düşdü. Artıq qapı bomboş idi. Həmzə. Qarşısında Tural var. İsa dərhal. Təmkini düşündü amma Xəlil aldı orada topu.
Xəlil, İlkin. Yenidən Xəlil zərbə indirdi, amma dəqiq alınmadı. Xəlil yenə oldu topu burada. Xəlil, İlkin. İlkin bir qədər özü irəlilədi, ötürməsini etdi. Xəlilin birbaşlı tonk zərbəsi idi bu. Bu nə zərbə idi? Yerlə Məhəmməd qaya kimi dayandı orada. Həmzə, boş qapı təmkin və qol. 6-9 olur hesab. Əks hücuma yola çıxdılar. Görüşün 56-cı dəqiqəsində 3 top fərqinə indirdilər hesabı. Xəyal. Rəşaddadır top. Xəyal aldı topu. İlkin oynadı. Yenidən Xəyal. Birbaşlı zərbə və gol. Məhəmməd dəf etsə də bu zərbəni top qapıya daxilə vurur. 16 olur hesab. Xəyalın zərbəsi ilə 4 topa qaldırdılar yeni hesabı. İsa. Təmkin, Həmzə də qaçdı orada. Ülvüdə də top indi. Ülvü. Həmzə saxlayır topu. Təmkinlə oynaya bilər, avuta çıxır top. Təmkin, birbaşlı yerlə zərbə, dəqiq alınmadı zərbəsi. Təmkinin. İlkinlə oynadı Xəyal. Yenə Xəyal. Tural. Keçmədi sağdan. Amma ilkindədir top. Xəlil bıraxsa da topu top qapıya getmirdi. Özü toxunsaydı artıq top qapıdaydı. Ülvü, göl ötürmə Həmzə istiqamətində dəqiq alınır. Həmzə zərbə indirə bilmədi. Tural. Keçmədi təmkindən. Məhəmməd uzaqlaşdırdı topu. Outdan Xəyal başlayır. Tural. Rəşadla oynadı. Rəşadın göl ötürməsi keçmir təmkindən. Yenidən top Rəşada gəlir. Göl ötürmə bu səfər dəqiq alınır. Bünyamin. Həmzə gəldi qarşısına. Xəlil oynuyor. Xəlil. Keçmədi sağdan. Təmkin. Əla sırıldı burada, amma Xəlili keçə bilmədi. İndi top Bünyamindədir. İlkində 2 nəfər gəliblər. İlkinlə oynuyor. Xəlil də gəldi. Ötürmə. Bünyamin və gol. 11-6 olur hesab. Heç kəs yox idi müdafiədə. Xəlil, İlkin, Bünyamin. Üçü də birdən çıxmışdı hücuma. Heç kəs yox idi Voyboy komandasından. Məhəmməd tək qalmışdı qapıda. İlkin aldı orada topu. Bünyamin. İlkin. 12-ci top üçün gəliblər. Top Bünyamin gerisinə düşdü. Gözləmirdi bu topu. Sol cinaqda İlkin. Yenidən qoşulub oyna. Zəfər yenə meydandan çıxıb. İlkin daxil olub yenidən meydana. İsa. Ülvü. Həmzə. Top bir qədər önünə düşdü. Xəlil aldı topu, amma ötürməsi dəqiq alınmadı. Alta çıxır top. İsa. Baxdı qapıya, uzaqdan yoxladı. Rəşad bir əli ilə çıxartdı topu. Ülvü.
Əbabildədir top. İlkin. Xəyal. Göl ötürmə xəl istiqamətinə dəyir. İlkin. İlkin. Xəyal. Bünyamin. Top boy komandasındadır. İsa. Təmkin. İlkin var qarşısında. Həmzə ilə oynayır. Ülvü. Alta çıxır top. İlkin. İsa aldı topu Turaldan. Təmkin oynayır. Rəşad tərk etdi qapısını. Çıxmadı top meydandadır. Göl ötürmə Bünyamin istiqamətində dəqiq alınsa da bəlkə alınmışdı. Həmzə. Göl ötürmə Rəşad. Yerindədir. Bünyamin. Keçənmədi ilkini. Ülvü. İsa saxlayır topu. İlkinə doğru əla ötürmə etdi, amma ilkin itirməyib topu. Mərsiyində aldılar topu ilkindən. Xəlil, sol cinaqda Bünyamindir. Bünyamin. İlkin, zərbə, Məhəmməd, əla sıçradı topa. Xəyal. Dəqiq alınmadı, top meydanı tərk etdi. Həmzə. Təmkin. Ülvü. Yeniden təmkin. Yoxuldu, qalxdı, irəlilədi, ötürməsini etdi, amma Turala dəydi. Tural başlayır altdan. Rəşad. Xəlil. Xəyal. Tural oynadı. Tural yenə zərbə indirə bilər. Çəkdi sağına. Ötürmə etdi bu səfər. İlkin tabanı yeniden Tural, amma Həmzə oxudub ötürmə. Xəlilin uzaqdan yerlə zərbəsi. Top qapının yanından keçir. Həmzəyə də toxunmuşdu burada. Xəyal. Uzaqdan yoxladı. Dəqiq alınmadı bu zərbə. İsa. Ülvü ilə oynadı. Ülvünün zərbəsi. Rəşada dəyir top. Bünyamin topu meydanda saxlaya bildi. Özür irəliləyir. Bünyamin ilkinlə oynuyor. İlkin. Tural. Saxlamadan zərbə. Bu dəfə sol ayaqlaydı bu zərbə, amma dəqiq alınmır. İsa. Avuta çıxır top. İsa. Avutdan başlayır. Həmzə ilə oynuyor. Həmzə uzaqdan yoxladı, dəqiq alınmadı. Beş top fərqi ilə geridədir Boy komandası. Bünyamin. İlkin. Xəyal. Ötürmə etdi Məhəmməd. Kritik müdaxilə edildi. İlkin saxlamadan zərbə indirdi. İsa. Həm də epizodda İsa'ya qarşı qayda pozulmuşdu, amma davam etdirdilər. Üstünlüyə bıraxdılar. Həmzə də top. Ülvü. Təmkindir mərkəzdə. İsa ilə oynadı. İsa saxlamadan zərbə indirdi. Top meydanı tərk etdi. Görüşümüz davam edir tamaşaçılar. İsa'nın az öncəki zərbəsindən sonra saxlamadan zərbə indirdi. Zədələndi həmin epizodda.
Ümid edirik ki, İsa üçün hər şey yaxşı olar. Ciddi bir şey yoxdur inşallah. Görüşləri davam etdirə bilər. Əbabil komandasından isə ilkin meydanı tərk edib. Qoyba komandasından İsa zədələndiyi üçün 5-5-ə davam edirlər. Keçə bilmədi burada ikinci Turalı. Zəfər. Üzr istəyirəm Xəlil, bu iki futbolçunu çaşdıram, hər dəfə bir-birlərini oxşayırlar. Bünyamin. Xəlil də oynadı. Xəlil uzaqdan yerlə zərbə dəqiq alınmır. Bəzi tamaşaçılar, görüşümüz 11-6 hesabı ilə Əbabil futbol komandasının qələbəsi ilə yekunlaşır. Görüşümüzü mən Spiker Sakuş gələtdir. Sağ olun, salamat qalın.